Salam. Bu gün biz IFRS 15 Contract Cost Capitalization-dan bağlı praktiki nümunə üzərindən keçəcəyik. Ümumiyyətlə, Contract Cost Capitalization bildiyimiz kimi ancaq kontraktın əldə olunması seçilən birbaşa xərclərə aiddir. Yəni, hansı xərclər ki, xüsusən də ən çox praktiki olan satış komandalarının bonuslarıdır. Elədikləri satışın sayına görə onlara müəyyən qədər bonuslar verilir. Hansı ki, bunlarda IFRS 15 icazə verir ki, biz kapitallaşdıraq. Hansı dövrə qədər kapitallaşdıraq? Müqavilənin müddətinə qədər. Məsələn, müqavilə 3 illik, 4 illikdirsə, biz həmin o bir dəfəlik verdiyimiz bonusları 4 il ərzində kapitallaşdıra bilərik ki, 4 il ərzində yavaş-yavaş onu amortizasiya eləyək. Bu da ümumiyyətlə IFRS-in, accounting-in matching prinsiplarına uyğundur ki, biz həmin müqavilədən 4 il ərzində revenue qazanacağımız üçün, gəlir əldə edəcəyimiz üçün onun kostunu da sanki 4 ilə yaymalıyıq. Bəs bu praktikada necə tətbiq edirik? Deyək ki, bizim əlimizdə bir məlumat var. 2024 və 2025-ci ilin məlumatı. Commission bonuslarımız ki, bizim sales komandasına ödəmişik. Kontrakt müddəti 4 ildir və biz burada artıq amortizasiyasını hesablamalıyıq. Daha avtomatik formatda ki, hər dəfə bir manual eləməyik. Deməli, bunun üçün nə edirik? Əvvəlcə eyni məlumatları belə deyək, köçürdürəm digər işdə. Bunun adını qoyuram amortization table. Bizə burada opening məlumat lazım deyil, closing lazım deyil. Bizə burada lazımdır end date-i başa düşmək. End date nə vaxt, nə qədər amortizasiya eləyəcəyik. Burada bunu hesablayırıq. EOMAS düsturundan istifadə edirik. Burada (2028 və 2029-cu illər). Sonra bizə lazımdır monthly amortizationlar. Başa düşək ki, monthly amortization nə qədərdir? Və bir də ümumi amortization, kumulativ. Çünki fevral ayında məsələn biz bir neçə ayın ondan öncəkilərin də amortizasiyasını hesablamalıyıq. Kumulativ amortization. Kumulativ amortization o deməkdir ki, məsələn biz mart ayına baxırıqsa, təbii ki, yanvarda, fevralda da olan komissiyalarda amortizasiya varsa, o da gəlməlidir. Biz burada artıq kumulativdə toplamalıyıq. Monthly amortization-da necə edirik? Commission bonusu bölürük 48-ə sadəcə olaraq bizim üçün monthly amortization olur. Burada əllə də belə də hesablaya bilərik məsələn. Burada üstünə gələrik, amma biz burada end date itirə bilərik. Çünki end date məsələn hansı biri üçün daha erkən olsa, biz burada bunu itirəcəyik. Ona görə ümumi bir hesablama metodu qoya bilərik. SUMIFS-lə gəlirik SUMIFS. Bura toplam cəmləyəcəyimiz hissədir. Və məsələn, yanvar üçün götürürüksə, təbii ki, burada komissiya periodu yanvardan öncə sonra olmamalı. Yəni, fevral olmamalıdır məsələn. Təbii ki, fevralda olan komissiya üçün yanvarda heç bir amortizasiya olmayacaq. Ona görə buranı götürürük, bu hissəni. Bura deməli kiçik olmalıdır. Hətta əgər yanvarda amortizasiya başlasaq, kiçik bərabər deyə bilərik. Kiçik bərabər olmalıdır nəyə? Kiçik bərabər olmalıdır bura, yanvara. Və eyni zamanda end date isə böyük olmalıdır yanvar tarixindən. End date-i seçirik. End date-ə isə deyirik ki, end date böyük olmalıdır. Böyük olmalıdır bu yanvardan. Burada məsələn ancaq yanvar çıxdı. Bunu eyni düsturu seçsək aşağı fikir versəz, burada artıq hamısı çıxdı. Yəni biz artıq yanvarda. Məsələn, əgər desəydik ki, birinci ayda biz bunu amortizasiya eləməyəcəyik, onda burada kiçikdən bərabərdir, silərdik. Məsələn, belə də eləyə bilərik ki, yanvarda birinci eləmirik. Məsələn, yanvarın sonunda verilən bonusdur, biz də fevraldan başlayırıq. Bu da bizim kumulativ amortizasiyamız. Yəni, əsas amortizasiya hissəmiz bu qədər. Table-ımıza gəlirik. Openingimiz ilkin ayda təbii ki, sıfırdır. Amortizasiya expense-imizi buradan götürə bilərik. Kumulativ amortizasiyadan götürürük. Çünki bizə ümumi rəqəmlər lazımdır. Closing balance. Openingin üstünə gəlirik. Ləzim olan komissiyanı çıxırıq. Amortizationa. Düsturu eyni şəkildə davam elətdiririk. Burada isə opening nəyə bərabər olur? Bir öncəkinin closinginə təbii ki. Balansımız olur 2.383.000. Yəni toplam bir ümumi
view-ya baxsaq, bizdə deməli nə idi? Openingimiz əslində 0 idi. New commission amortization. Openingimiz 0 idi. New amortizationımız bu qədər məbləğdə idi və toplam amortizasiyamızı elə buradan da götürsək toplam amortizasiyamızı. Bu bizim toplam amortizasiyamız. Bunu yazırıq. Opening balance. Burada da məsələn yazsaq. Closing balance. Opening plus new çıxılsın amortization oldu 2383. Yəni hansı ki bu rəqəm bizim cədvəlimizdən də eynidir. Yəni cədvəllə təbii ki bu rəqəm də eyni olmalıdır. Onu da yoxlamalıyıq ki cədvəllə eyni olsun. Yəni burada biz hətta 2 ilin burada 2383. 2 ilin əsasını yığmışıq. Yəni ayıra da bilərik. Yəni 25 və 24 olaraq ayıra da bilərik. Yəni necə lazımdırsa. Yəni bu qədər. Yəni contract cost capitalization, dedik contract cost capitalization birbaşa kontraktların yeni kontraktın əldə olunması üçün çəkilən xərclərdir. Əsasən komissiya bonusları olur sales komandasının və ömür müddətlərini kontraktın müddətinə görə müəyyənləşdiririk. Çünki həmin kontrakt müddətində oradan revenue qazanacaqsa, biz onun kostunu one time kimi tanımağımız matching prinsiplə ziddir. Biz onu kosta kapitallaşdırıb sonra amortizasiya ilə yavaş-yavaş xərcləri tanıyacağıq. Bu qədər.